Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İTV Xəbərin saat 10 buraxılış efirdədir. Studiyada Elnari Məmmədlidir. Prezident Donald Trump aprelin 7-si saat 20:00-a qədər ABŞ ilə razılığa gəlməsə İranın üzləşəcəyi nəticələri açıqlayıb. O, Tehranı, körpüləri və elektrik stansiyalarını məhv etməklə hədələyib. Trump İrandakı elektrik stansiyalarının partladılacağını və bir daha istifadə olunmayacağını vurğulayıb. Onun sözlərinə görə İranla əldə olunacaq istənilən razılaşma ABŞ prezidenti üçün şəxsən məqbul olmalı və əsas şərtlərdən biri kimi Hörmüz boğazından neftin sərbəst daşınmasını təmin etməlidir. Ağ Ev rəhbəri həmçinin Vaşinqtonun Hörmüz boğazına nəzarəti ələ keçirə və oradan keçən gəmilərdən rüsum ala biləcəyini də bildirib. Atəşkəs haqqında danışa bilmərəm, amma deyə bilərəm ki, qarşı tərəfdə aktiv və razılaşmağa həvəsli bir iştirakçısı var. Razılığa gəlmək istəyirlər. Onlara saat 20:00-a qədər vaxt veririk. Ondan sonra onların nə körpüləri qalacaq, nə də elektrik stansiyaları. Daş dövrünə qayıdacaqlar. Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmaram. Bizim belə bir konsepsiyamız var ki, Hörmüz boğazına ödəniş tətbiq edək. Mən onların boğazı idarə etməsinə icazə verməkdənsə, bunu etməyi üstün tutardım. Niyə də etməyək? Qalib bizik. Biz qazandıq. Onlar hərbi cəhətdən məğlub olublar. Bundan başqa Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Pete Hegseth İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib. O, bunu Ağ Evdə ABŞ lideri Donald Trumpla keçirilən mətbuat konfransında deyib. Bildirib ki, Amerika Birləşmiş Ştatları qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt, istənilən yerə getməyə hazırdır. Seçim İranındır. Ağıllı seçim etsinlər. Çünki Prezident Trump zarafat etmir. Tehrandan bizi izləyən rəqiblərimizə qoy bu aydın mesaj olsun. Biz dəqiq hərəkət edirik. Səmaya biz nəzarət edirik. Görürsüz, biz birinci pilotu götürmək üçün İran üzərində günün günorta çağı 7 saat uçduq. İkinci pilotu götürmək üçün isə gecənin yarısı 7 saat uçduq. Və İran buna qarşı heç nə edə bilmədi. Biz şərəflə döyüşürük və Prezident Trumpın rəhbərliyi altında qalib gəlirik. Bu arada Amerika Birləşmiş Ştatları İranda qalan pilotun xilas edilməsi üçün 155 təyyarə, o cümlədən bombardmançılar, qırıcılar, yanacaq daşıyan təyyarələr olmaqla geniş miqyaslı əməliyyat həyata keçirib. Bunu ABŞ prezidenti Donald Trump bildirib. Onun sözlərinə görə əməliyyat zamanı aldadıcı taktikalardan istifadə olunaraq İranlılara pilotun başqa ərazidə olduğunu təsiri yaradılıb. Trump əlavə edib ki, pilot təxminən 48 saat İran ərazisində qaldıqdan sonra itki verilmədən çıxarılıb. Hazırda onların vəziyyəti yaxşıdır. Sepah kəşfiyyatının rəhbəri Məcid Hadəminin öldürülməsi ordunu sarsıtmayacaq. Bunu İranın ali rəhbəri Müctəba Xamenei Sepah kəşfiyyat rəhbərinin ölümünü şərh edərkən deyib. Bildirib ki, İran ordusunun sıraları kifayət qədər möhkəmdir və bu cür hücumlar onların ideyalarına təsir edə bilməz. İranın Hörmüz boğazını bağlaması dünya iqtisadiyyatını sarsıdı. Bunu Avropada neft-qaz qiymətlərinin kəskin bahalaşmasından anlamaq olar. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonraki çıxışında deyib. Əlavə edib ki, dünya neftinin 20%-nin və təbii qazın böyük hissəsinin daşındığı Hörmüz boğazı bağlanıb. Amma bu təkcə iqtisadi məsələ deyil, çünki boğaz vasitəsilə dərman və başqa zəruri məhsullar da daşınırdı. Hürmüz'ün kapanması yalnızca bir sektörü değil, enerjiden tarıma, sanayiden teknolojiye her alanda küresel ekonomiyi derinden sarsıyor. Mesela Avrupa'nın son 30 günde fosil yakıt faturası 17 milyar dolar kabardı. Doğalgaz fiyatı %100, petrol ise %60 oranında artış kaydetti. Türkiye bu karamsar tablonun dışındadır. Enerji arz güvenliği, tedariki ve depolama noktasında bir sorunumuz yok. Türkiye'nin Basra'dan veya Hürmüz geçişli
herhangi bir LNG tedariki bulunmuyor. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə enerji infrastrukturu üzrə qarşılıqlı zərbələrin dayandırılmasını nəzərdə tutan təklif irəli sürüb. Dövlət başçısı müraciətində bildirib ki, Kiyev Moskvanın Ukraynanın enerji obyektlərinə hücumlarını dayandıracağı təqdirdə eyni addımı atmağa hazırdır. Əgər Rusiya bizim enerji infrastrukturumuza zərbələri dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq və bu təklif artıq Amerikalılar vasitəsilə Rusiya tərəfinə çatdırılıb. Biz həmçinin Amerika Birləşmiş Ştatları tərəfi ilə müvafiq sənədlər üzərində konkret iş aparırıq. Razılaşdırıldığı kimi, Ukrayna öz təkliflərini, o cümlədən təhlükəsizlik zəmanətləri haqqında sənədin gücləndirilməsinə hazırlayır. Təhlükəsizlik zəmanətləri müharibənin həqiqətən dayandırılması, davamlı sülhə nail olunması, müharibəyə son qoymaq üçün zəruri siyasi və hüquqi şəraitin yaradılması və prosesə ictimai etimadın təmin edilməsi üçün əsas şərtdir. İTV Xəbər efirdədir. Sabunçuda yaşayış evi çöküb xəsarət alan var. Hadisə Bakıxanov qəsəbəsi Gəray Əsədov küçəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 30 yaşlı Günel Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntılar altında qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar araşdırma aparır. Xəzər rayonu Ramana qəsəbəsində sözün əsl mənasında su fəlakətə səbəb olub. Belə ki, yağış suları ilə birləşən kanalizasiya xətlərinin daşması nəticəsində 500-dən çox ev su altında qalıb. Sakinlər kömək gözlədikləri halda tikililər qanunsuzdur cavabı ilə qarşılaşırlar. Əməkdaşlarımız hadisə yerində olublar. İzləyək. Uşağımı köçürəcəydim, nişanımdan təzə çıxmışam. Bəlkə də 600-dən ev suyun altındadır. Podvalıma beləydi. Bura Xəzər rayonu Ramana qəsəbəsi 2-ci sahədir. Artıq bir həftədən çoxdur ki, bu küçədə həyat dayanıb. Davam edənsə tək təbiət hadisəsi deyil, yağışın sularına qarışan kanalizasiya axıntılarıdır. Kanalizasiya sularıdır, drenajlardan açıb buraxıblar kanala, kanalla da gəlib bizə tərəf. Bu Ramanın sudur, yağış sudur, konkret. Mən 14 ildir burada yaşayıram da, 13-14 ildir burada yaşayıram. Burada belə hadisə olmayıb. Eldar bəy, ərazi nə qədərdir? Bax, bu bütün ara küçələr... Burada 500 dənə, bəlkə də 600 dənə ev suyun altındadır. Küçələrdə uzunboğaz çəkməsiz hərəkət etmək qeyri-mümkündür. Su təkcə həyətlərə deyil, evlərin içərisinə, insanların taleyinə qədər sızıb. Aygün xanım illərdir topladığı cehizlərin evinin yeni təmirinin bir neçə gündə məhv olmasına biganə qala bilmir. Dedim ki, bəxtəvərə düşmüşəm, hər şeyimi remont eləyim, uşağımı köçürəcəydim, nişanımdan təzə çıxmışam. Baxın, vəziyyətimiz budur, acınacaqlı. Qapıdır, baş şif yığmışıq. Görürsünüz də laminat, suyun üzündə. Ondan sonra kuxnu mebelim, hər şey. Qızıma xala deyini, paltar yuyan götürmüşdüm. Durdum, gördüm, yarıdan sudur. Sakinlər çıxış yolunu bu bənddə görüblər. Onlar öz hesablarına uzunluğu təxminən 700 metr, eni isə 1 metrdən çox olan bəndlərdə görüblər. Onu da bildirim ki, əgər bu yaxınlarda bu bənd aşsa, elə suyun altında qalmayan evlər də su altda qalacaq. Buna bir əncam çəkilməlidir. Suyunda ən pisi də odur ki, suyun dalı gəlir. Yəni yağışla əlaqəsi demək olar ki, yoxdur. Çünki yağış kəsdi, elə su axır. İndi orada özünə təzə yollar verib bu bəndə görə. Əsas məsələ bunun kökü kəsilməlidir. Sizin öz eviniz də buradadır? Bəli, bizim evimiz hamısı bizdə sudan aşağıdadır da, belə deyək. Pul yığmışıq. Qum gətirmişik. Bir maşın qumun da qiyməti, bilmirəm, 120-dir, 130, hər gün pul yığırıq. Gecə biz səhərə qədər kişilər, qadınlar burada növbədə dururuq ki, birdən su qalxar, yenə qum gətirdirək. Məsələ burasındadır ki, problemin həlli sakinlərin öz gücü ilə çəkdiyi bəndlərdə yox,
aidiyyatı qurumların hərəkətə keçməsindədir. Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, suların çəkilməsi üçün qurum tərəfindən Xəzər rayon icra hakimiyyətinə və müvafiq texnikanın cəlb olunması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb. Məsələ ilə bağlı müvafiq tədbirlər görülür. Ləman Abbaslı, Səfər Nəzirov, İTV Xəbər. Bəli, son günlər yağan aramsız yağışlar kanalizasiya sisteminin yenilənməsi mövzusunu gündəmə gətirir. Yaranan mənzərə, yəni Qusardakı sel, Bakıdakı sürüşmə və su basqınları infrastrukturumuzun artıq bu yükü daşıya bilmədiyini üzə çıxarır. Bəs bir neçə dəfədə belə hal yaşanarsa, vəziyyət daha da acınacaqlı olmazmı? Növbəti sujetimizdə bu suallara aydınlıq gətirməyə çalışmışıq. Yağış sularının keçilməz etdiyi paytaxt küçələri. On illiklərlə yaşı olan kanalizasiya sistemləri Bakının günbəgün artan əhali sayına tab gətirməyə çalışır. Gücünün yetdiyi qədər. Bəs görəsən hər gün sayı artan göydələnlərin tikilişi zamanı kanalizasiya drenaj sistemi də nəzərə alınırmı? Paytaxtın mərkəz ərazilərində tikilmiş minlərlə yeni çoxmənzilli yaşayış binaları var ki, həmin binaların bütün kommunikasiya xəttləri demək olar ki, əksər hallarda köhnədən çəkilmiş kanalizasiya xəttləri çatışmamazlığına gətirib çıxarır. Zamanında kommunikasiya xəttlərinin düzgün qurulmaması səbəbindən artıq bunların yenilənməsi, digər tərəfdən də çox sayda yüzlərlə, bəlkə də minlərlə fərdi yaşayış evlərinin və bir çox qeyri-yaşayış obyektlərinin söküntülərinə gətirib çıxaracaqdır. 2023-cü ilin dekabrında qəbul edilib hazırda icra mərhələsində olan Bakı şəhərinin baş planına əsasən şəhərin infrastruktur və şəhərsalma ilə bağlı problemləri 2040-cı ilədək öz həllini tapmalıdır. Son bir ay ərzində paytaxtda baş verən proseslər isə görüləcək işlərin çoxluğundan xəbər verir. Şəhər dediyimiz kimi, yəni baş plan üzərində qurulmur, xaotik şəkildə inkişaf edir. Xüsusən biz Abşeron arxipelagına baxsaq, üfüqi, horizontal şəkildə tikilmiş, belə deyək, həyət evləri, hansı ki, heç bir baş plana uyğun tikilməyib. Şəhər bu cür olmur. Şəhərdə öncədən dediyim kimi tədqiqatlar aparılır. Həyət evləri, kiçik mərtəbəli evlər harda tikilməlidir, hündür mərtəbəli kvartallar harda tikilməlidir. Öncədən planlaşdırılır və su sistemləri, yağış xəttlərinin ayrılması nəzərdə tutulur. Dövlət Su Ehtiyatları Agentliyindən bildirilir ki, bəli, istismar müddətini bitirmiş tullantı su xəttləri, drenaj sistemləri mövcuddur. Dövlət proqramı çərçivəsində də infrastrukturun yenilənməsi nəzərdə tutulur. Amma prosesə mane olan amillər də var. Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğuna görə mövcud kanalizasiya sistemlərində də dəfələrlə artıq yüklənmələr baş verir və bildiyiniz kimi 6 dəfədən artıq yağan yağışlar da həmin kollektorların yüklənməsinə səbəb olub. Bir də elə ərazilər var ki, burada tikililər qanunsuz olaraq kollektorların üzərində, su xəttlərinin üzərində, magistral xəttlərin üzərində inşa olunub. Bu tikililərin də yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xəttə vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində qəza riskləri artır. Qeyd edək ki, 2026-2035-ci illər üçün dövlət proqramı çərçivəsində hazırda paytaxtın müxtəlif ərazilərində yeni kanalizasiya kollektorları və tullantı su təmizləyici qurğularının tikintisi işləri həyata keçirilir. Vurğun Mədətov, Namiq Sadıqov, İTV Xəbər. Paytaxtda ictimai nəqliyyatla sərnişin daşımada növbəti rekord qeyd alınıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib və bildirilib ki, 2026-cı ilin ilk rübünün nəticələrinə əsasən 120 milyona yaxın sərnişin daşınıb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 651 min 48 nəfər çoxdur. Qeyd edək ki, hazırda paytaxtın marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir.
Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxtda 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib. Qeyd edək ki, daşımalarda istifadə olunan avtobusların 82%-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub. Ayına sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Davam edirik. Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar. Bu barədə NASA məlumat yayıb. Bildirilir ki, Orion kosmik gəmisi ilə həyata keçirilən Artemis 2 missiyası Ayın cazibə təsiri zonasına uğurla daxil olub. Ekipaj yer kürəsində ən uzaq məsafəyə uçuş üzrə yeni rekord müəyyən edib. Belə ki, Artemis 2 ekipaj pilotlu missiyalar tarixində ən böyük məsafəyə çataraq Apollo 13 missiyasının rekordunu geridə qoyublar. Ekipaj üzvləri yer kürəsinə təxminən 406.776 kilometr uzaqlaşıblar və bu göstərici 1970-ci ildə Apollo 13 missiyasının nailiyyətini 6606 kilometr üstələyir. Uçuş zamanı Orion kosmik gəmisi astronavtlarla birlikdə Aydan 8047 kilometr daha da uzağa çatıblar. Və keçid alaq sonuncu xəbərə. Texnologiya inkişaf etdikcə insan həyatına toxunan həllər daha da əlçatan olur. Belə ki, Meksikada hazırlanmış yeni nəsil bionik əl həm funksionallığı, həm də sadəliyi ilə fərqlənir. Bu cihazın əsas üstünlüyü istifadəçinin ona tez uyğunlaşa bilməsidir. Və maraqlısı da ondadır ki, bu ixtiranın başlanğıcı məhz bir uşaqlıq arzusu ilə qoyulub. Sadə görünən, amma minlərlə insanın həyatını dəyişə biləcək bir yenilik. Meksikada E-Ready adlı bionik əl prototipi təqdim olunub. Yaradıcıları bu ixtiranın gələcəkdə əzaları amputasiya olunan şəxslərə, eləcə də anadan gəlmə qüsuru olan insanlara kömək edəcəyini bildirirlər. Əvvəlcə düşünürdüm ki, ən böyük çətinlik onu hərəkət etdirməyə öyrənmək, bəlkə də ölçüsünə və ya çəkisinə uyğunlaşmaq olacaq. Lakin bu qarşılaşdığım problemlərin ən kiçiyi imiş. Ən böyük çətinlik psixoloji tərəfidir. Protezə alışmaq, bəzən yorulduğum üçün və ya ağır gəldiyi üçün onu çıxarmağa ehtiyac duymaq və bu vəziyyətə öyrəşmək. Bu layihənin arxasında təsirli bir hekayə dayanır. Protezi hazırlayan Jorge Velasco Alberto'nun uşaqlıq dostudur. O, vaxtilə dostuna bir gün bionik əl hazırlayacağına söz verib. İllər sonra bu vəd gerçəyə çevrilib. Hər axşam mexaniki və müasir elementlərin yer aldığı filmlərə baxırdıq. Bir gün zarafatla dedim ki, gələcəkdə sənə bionik əl düzəldəcəm və bu möhtəşəm olacaq. Zamanla bacardığım qədər bilik topladım və sonra bu ideyanı Alberto'ya verdiyim vədlə birləşdirməyə qərar verdim. Bu protezin əsas üstünlüyü isə onun sadəliyidir. Bir çox müasir analoqlardan fərqli olaraq cihazı idarə etmək üçün cəmi bir əzələ sensoru kifayətdir. Bu da istifadəçinin daha tez uyğunlaşmasına və protezdən rahat istifadə etməsinə imkan yaradır. Çünki məhz mürəkkəblik bir çox hallarda insanların protezlərdən imtina etməsinə səbəb olur. Hazırda cihaz əzələ siqnallarına reaksiya verir və gələcəkdə ona səsli idarə etmə funksiyasının əlavə edilməsi planlaşdırılır. Belə hörmətli tamaşaçılar, bu saatdan çatdıracağımız xəbərlər bunlar idi. TV xəbərin növbəti buraxılışı isə saat 12:00-da olacaq. Hələlik.